Hörmətli sədarət, hörmətli həmkarlarımız, hərinizi salamlayıram. Məruzəmə keçməmişdən əvvəl balaca bir sorğuyla başlamaq istəyərdim salda. Salda əyləşənlərdən kimsə mobil telefondan istifadə etmirmi? Yəni, elə bir adam varmı ki, mobil telefonu olmasın, əlini qaldırsın adam. Belə bir adam. İkinci sual, zalda əyləşənlərdən kimsə ara sıra və mütəmadi olaraq süni intellekt modellərindən istifadə edirmi, əlinizi qaldırın zəhmət olmasa və kifayət qədər geniş auditoriyamız var ki, bu mövzunu artıq danışdıq. Futurologların tədqiqatlarına əsasən 2030-cu ilə qədər yer kürəsində yaşanan hər bir insanın bir süni intellekt agenti olacaq. Və məsələnin mahiyyətinin vacibi də ondan ibarətdir ki, artıq Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt strategiyası təsdiq edilmişdir və Prezidentin fərmanına əsasən Azərbaycan Respublikasında artıq süni intellektin səhiyyə, təhsilə və digər dövlət qurumlarına sirayət olunması əlaqədə tədbirlər görməyə başlayır. Əgər biz mütəmadi olaraq rastlaşdığımız problemlə bağlı parametri axtarış etsək, görərik ki, konjunktivit xəstəliyinə əlaqədar son 5 il müddətində 3900-ə qədər məqalə nəşr olunubdur. Laser kimi geniş yanlış bir texnologiya haqqında təmin 172 məqalə mövcuddur. İntravitreal antibiyotik inyeksiyası haqqında isə 3127 məqalə nəşr olunubdur. Ancaq süni intellekt oftalmologiya tədqiqi barədə son 5 illik dövrə baxanda görürük ki, 5501 məqalə süni intellekt və oftalmologiya haqqındadır və bunlardan təqribən 528-i ChatGPT modelinin oftalmologiya istifadəsinə həsb olunur. Son 5 il müddətində nəşr olunmuş məqalələrin ümumi bibliografik təhlillərinə əsaslananda isə görürük ki, süni intellekt haqqında məqalə bu sırada diabetes partisi yaşı qalmalıdır. Yəni, səsi vurğulanmadan artıq bölücü yedir. Problemin aktuallığına gəlincə, hər nəsə bəllidir ki, bütün dünyada belə regionlarda diaqnostik imkanları məhdud olur. Retina və makro xəstəliklərinin gec aşkarlanması görünən itirilməsinə gətirib çıxarır. Bəzən regionlarda çalışan oftalmologlarımız masif protokollar və texnologiya çıxışda çətinlik çəkirlər. Baxmayaraq, bəzi ölkələrdə teleoftalmologiya inkişaf edildi. Bizdə düzdür, bu tətbiq olunur. Amma burada yenə telefonun testə artan tələbatı irəli gətirir. Klinik qərar vermə bu işdə çox mühüm rol oynayır. Belə ki, hər bir həkimi xəstəni müalicə etməmişdən öncə klinik qərar vermə qabiliyyəti çox vacibdir. Burada xəstənin analitik məlumatların toplanması, daha sonra həmin məlumatların interpretasiyası və əldə olunmuş məlumatlar əsasən qiymətləndirmə və düzgün diaqnozun qoyulması əsasında düzgün müalicə həyata keçirilməsi çox mühüm olur. Və bu işdə son dövrlərdə artıq 2022-ci ildən geniş istifadə edilmiş ChatGPT modeli geniş tətbiq olunmaqdadır və biz də bu model əsasında öz agentimizi hazırlamışıq. Məsələn, PubMed-də ChatGPT-nin oftalmologiya istifadəsi haqqında məqalələr alsaq, görək ki, onlardan bəzilərinin tədqiqatlarına əsasən ChatGPT modelləri rezident və mütəxəssislərlə yanaşı düzgün cavab vermə bir qədər əziyyət keçirilirdə daha tez tapşırıq yerinə yetirirlər. Digər məqalələrdə isə əksinə ChatGPT modellərinin klinik qərar vermə prosesində daha tez və daha dəqiq qərar verildiyi nümayiş edilir. Və indi mən sizin diqqətinizə ChatGPT modeli əsasında hazırlanmış Azərbaycan dilində süni intellekt alət haqqında məlumat vermək istəyirəm. Alət haqqında masistir. Əsas mahiyyəti fundus osis və biyan mikroskopiya, həmçinin digər şəkilləri analiz etmək, ehtimal olunan reseptiksal diaqnoz təqdim etmək, həkimə protokollar əsasında tövsiyələr vermək və həkimin qərarını əvəz etdirmək, yalnız onun dəstək vasitəsi olaraq istifadə olunan bir alətin diqqətini çatdırmasıdır. Bu alətin hazırlanmasında biz Azərbaycan dilində əsas ədəbiyyat və əsas terminologiya olaraq Profesör Emre Qasımov Dilindən Kərimov göz xəstəlik kitablarına əsas götürmüşük. Bundan əlavə alətdə Kanskinin toplumuş nəşri, virus göz xəstəlikləri və retinal prosesi üzrə arxasınlar. Həmçinin Azərbaycan tərcümə olunmuş beynəlxalq klinik tövsiyələr, beynəlxalq Toplumun Şurasında olunmuş diaqnostik və müalicə təminatları, Amerikan Klinik Akademiyasının protokolları yüklənir. Bu da oftalmologin rəsmi loqosu rəsmi olan oftalmologun tərtib köməkçisidir. İş prinsipi necədir? Həkimin asli şəkli yükləyir və informasiya verirlər, oftalmologin şəkli analiz edir, ehtimal olunan diaqnoz tövsiyələri təqdim edir, son qərar isə yenə həkim tərəfindən verilir. İndi bir klinik nümunə göstərmək istəyirəm sizə.
şəklidir. O sizin təsvirdir. Mən onu yükləyəcəm və xahiş edəcəm ki, bizə pasient şikayəti əsasında uyğun məsləhət versin. Yaşlı kişi pasient güclü stres geçirdikten sonra sol gözünə mərkəz görmənin zəifləməsindən, əşyalar təxliq olunmuş, üst qatları isə əyri görməsindən şikayət edir. Özünü sağlam hiss edir, şəkərli diabetdir, arterial hipertensiyası yoxdur, siqaret çəkir, arada deyir ki, hazırda gözünün görməsi 20% təşkil edir. Oxucu təsviri əsasında ehtimal olunan diaqnoz hansı ola bilər? Digər xəstəliklər differensial diaqnozu və müalicəsini yaz deyə xahiş edirik. Görək ki, yüklədiyiniz oxucu təsvirinə əsasən klinik analizi mövcud ədəbiyyatda, yəni transkript, lisan atlas oxucusunu istifadə edir. Ən çox ehtimal olunan diaqnoz mərkəz sözparaqatiyada yazır. Klinik əsaslar 40 yaşlı kişi, 41 yaşlı genç qrupudur. Güclü stresdən sonra başlayıbdır. Görmənin mərkəzdə təhqq olması, metabarmaqsiyeli azalması müşahidə olunur. Oxucuda seroz, makula ayrılması, yerə sensor turquşu altında maye toplanması, sistemin xəstəliklərdən diabet və hipertoniya yoxdur yazır. Oxucuda makulanın mərkəzində seroz resinə qopması, resinal pigment epitelial seviyesində lokal qabarma və sızma nöqtəsi müşahidə olunur. Subresinal boşluqda homogen maye görünür. Pigment epitelinin difuz qopması yoxdur. Bu, ekstrativ yaşı bağlı makroepitinasiyanın istisna edir. Alternativ diferensial diaqnozlar verir bizə. Ekstrativ yaşlı olma yaşı bağlı makroepitinasiya yazır ki, adətən 55 yaşdan yuxarı olur. Subresinal buzlar və neovaskular membranlar müşahidə olunur. Oxucuda resinal pigment epitelinin altında hiperepletik membran və subresinal müraciət ola bilər. Bu pasiyentdə yaş və klinika uyğun gəlmir. Bizə qeyd edir bunu. Diabetik makul ödemi, anamnezində diabet yoxdur. Oxucuda kistoz maye və sərtlik kistolar yoxdur. İdiopatik faroidal neovaskulizasiya gənc pasiyentlərdə rast gəlinirlər, lakin oxucuda PRP-nin altında neovaskular kompleks yoxdur. Uveetik makul ödemində ola bilər, amma uveet əlamətləri yoxdur xəstədə. İstisna edilməli hallar yazır. Polipoidal faroidal vaskulopatiya, faroidal neovaskular membran, faroid pneumonis və s. Tövsiyə olunan əlavə müayinələrə yenə fluoresent angiografiya, oxucu angiografiya, faroid qanunun ölçülməsini tövsiyə edir və müalicəsi konservativ olaraq ilk 3 ay müddətində stresin azaldılması, yuxu rejimindən normallaşdırılması, karsinistör dərmanlara uzaq durmaq, siqaret və alkoholdan uzaq durmaq, uzun müddətli və təkrarlanan hallarda ortodinamik terapiya tövsiyə edir, lazer koagulasiya, fluoresent angiografiya ilə sızma nöqtəsinə varsa da tövsiyə oldu və farmakoloji müalicədə eterenon və spironolakton subresinal mayını azalda bilər, yazır bizə. Bəzi hallarda rifampisin və anti-VHF yalnız koroidal neovaskulizasiya şübhəsi olduqda istifadə etmək tövsiyə edilir və gördüyümüz ədəbiyyat istinadlar verir. Nəticə olaraq bu klinik və morfoloji mənzərəyə əsasən mərkəz seoskoropatiya ən çox ehtimal olunan diaqnozdur. Və sonra yazır ki, bu məlumatlar yalnız köməkçi xarakter daşır. Son qərar yenə də həkimdir. Yəni, sizə bir istinad verir. İkinci bir sual vermək istəyirəm bu şəkil əsasında və soruşmaq istəyirəm ki, təqdim etdiyim OCT təsvirinə diqqətlə bax, mərkəzi qanunluq nə qədərdir, normada nə qədər olmalıdır? Mərkəz qanuna baxsın. Yazır ki, OCT təsvirində favial seroz ayrılma fonunda nəzərə çarpılan hiperrefleksiya, subresinal maye və favial kontrol qalxması müşahidə olunur. Daha sonra bizə məlumat verir ki, qanun nə qədərdir? Mən bir dənə sual veriyorum. Və burada mənə yazır ki, dəqiq baxmışam, ölçüsü qanunluq qədərdir və bizə bunun əsasında uyğun məsləhətlər verir ki, göstəriciylə.
Üçüncü sual məsələn, xəstəlik müalicəsi üçün beynəlxalq klinik protokollar nə təklif edilir? Bizə cavab verir ki, Mərkəzi Xüsusilə xüsusilə Amerika Akademiyasının protokolları və Evrodiksinə 2007 protokolları həmçinin ICO tövsiyələrinin əsasən aşağıdakı müalicə strategiyalarını təşkil təqdim edir. Bizdə yüklədiyimiz materiallar artıq bizim onu axtarmağa ehtiyacımız yoxdur. Özü oradan seçir və onun əsasında bizə uyğun bütün informasiyanı yönləndirir. Gördüyümüz gibi farklı geniş informasiya verir. Bunu yəni o kadar ətraflı məlumat əldə etmək və vaxtımızı qərar etmiş olaraq. Nümunəni göstərdim sizə. Üstünlükləri Azərbaycan dilini ilk süni incəlik alətidir. Daha doğrusu bizim istifadə terminologiyadan istifadə edilir. Ara sıra bəzən kənarlaşmalar olur, amma yavaş-yavaş o da öyrənilir və hansı termin düz yazmır, onu daxil etdir, daha düzgün istifadə etməyə başlayır. Beynəlxalq protokollarla inteqrasiyonludur. Regionlarda diagnostik dəstəkləridir. Çox gözəl edə bilər. Tədris həmçinin üçün faydalanır bilər və gələcək telefonlu şəbəkələrlə uyğunlaşdırılır bilər. Gələcək perspektivlərə gəlince, yerli məlumat bazasının genişləndirilməsi, risk proqnozlaşdırma modulları, telefonoloji inteqrasiya və tədris həmçinin simülyasiya platforması kimi istifadə olunma bilər. Nəticə etibarilə axtarması klinik qərar vermə dəstəyi üçün strateji texnoloji addımdır. Regionlarda axtarma keyfiyyətinə real təsir və edə bilər və inkişafa gətirə bilər. Gələcək perspektivlərdə isə yerli məlumat bazasının genişləndirilməsi, risk proqnozlaşdırma modullarının qarşılanması, tədris və simülyasiya platforması kimi istifadə olunmasıdır. Və əgər istifadə etmək istəsəz, QR kodu skan etməklə sistemə daxil edilmək üçün həmçinin aşağıda göstərilən link vasitəsilə də yenə də bura daxil etməklə mütəmadi olaraq suallar işləyə bilərsiniz və əgər iş prinsip müddətində hər hansı bir iradınız olsa, təklifiniz olsa, mənə yazın ki, biz onu nəzərə alırıq, daha da inkişaf etməsinə onun köməkdir. Diqqətiniz üçün təşəkkür edirəm. Benim doktora bir soru var. Buyurun ama ilk növbede ben size yalnız bütün cemiyetin hakkınızın halkımız adına çok büyük minnettarlığımı bildireyim. Hemşe olduğunuz gibi çok muhabbetsiz ve çok hastalıklarını buyurun. Ben ümmet ve istedim bölümlerimizde məlumatında. Benim doktoruma teşekkür etmek istedim. Onun yeri artık ben fikirləşirəm ki, oftalmoloji cəmiyyətdə və gəlməmiş inkişafında xüsusi yeri var. Hər zaman özünə düzgün və yəni təşkilsizlərdən daha çox olur. İkinci məqam çox təbrik edirəm, çox əla bir yenilikdir və sizin skandal sırrınızda sırrınatın tərkibi dərmanları görmüşsünüz. Onu sizdə çərçivəsi yazmaq ki, ondan uzaqlaşırsınlar, əgər məsələn daha çox görürük ki, o dərmanlardan istifadə edirlər. Amma sualım yoxdur, sadəcə təbrik etmək istədim. Yəni, çox təbrik edirəm. Teşekkür ederim, çok sağ olun. Bəzi çağlarda onu istifadə edilir, bəzən də verilir. Yenidən də onu da soruşsaz, onu da izah edəcək və ətraflı məlumat verəcək. Yəni, yenə də həkimə də ehtiyac var. Yenə də həkimə hələ ki ehtiyac var və o sözsüz ki, belədir. Kimin sualı geri var ya? Benim bir teklifim var. Ümumiyyətcə bax elə o çıxışda doğrusu qeydilirəm, daha geniş amma vaxt məhdudiyyətindən deməli. Biz bir ölkənin hamımız dəvəstəkdə düzdür. Və bizim hamımızın qabağında bir sual dururdu ki, bizim ölkəmizdə, bizim diyarımızda hansı patologiya daha çox rast gəlinir? Onun xüsusiyyətləri varmı? Bizim region üçün. Və belə ümumiyyətcə suni intellektdən hər bir həkim rastlaşan patologiyanın qeydiyyatı götürsə, biz çox böyük öz xəritəmizi təşkil edə bilərik. Yəni, oftalmoloji patologiyanın xəritəsi hansı ki, bizi doğrudan dünyada özümüzə məxsus bir simamız olur. Sözsüz ki, bizim oftalmologiya yüksək səviyyədə getdikcə inkişaf verir. O bizim üçün çox mühüm məsələdir. Regional patologiyaları aşkarlamaq. Çok sağ olun. Teşekkür ederim. Çok güzel. Hiç kesin sualı yoktu. Çıkışı var. Hekimin minnettarlık hissi var. Ama çıkışı yerlere ona göre minnettarlığı bir de
su tutacaq.